olar. Amma hər söhbət ki, ailədə olur, müzakirə dəyə. Baxın, bəzi zətlər elə bir dəfə demənlə həll olur gedir. Müzakirə niyaz yoxdur. Bəzi məsəl bizüdür ki, tərəflər bir-birinə güzəşt edirlər. Ya biri-birinə sövür imtiyaz versin, müşkül yoxdur. Müzakirə o yerdədir ki, hər iki tərəfin orada yetişib o qırmızı xəttinə yetişirik. Ya məsələn, onu çətinliklarına yetişirik. O fərd ki, istəyir bu mərhələdən geçə qabağa, indi ya gərək bir imtiyaz əldən verə, ya o birisindən bir imtiyaz ala, ya özündən bir imtiyaz verə. Orada o çətin məsələlərdədir. Burada da ödür ki, bulduz, bəli, insanlarda bir tədad zatən adamın özündə var. Necə məsələn, birinin boyu ucadır, gözü məsələn rəhlidir, tükü bir cürdür, məsələn, hesab kitab eləmə qüvvəsi yaxşıdır, yazma qüvvəsi yaxşıdır, xətti yaxşıdır. Bir tədad insanlarında müzakirədə istedaddır. Amma bunun kənarında bizim o təlim, tərbiyə də elə həm rəsmi, həm qeyri-rəsmi surətdə bizə köməklik edə bilər. Pəs bir qisməti də bu vardır. Amma indi olur, bəzi ailələrdə özü ki, bursuz, tərəf görsən ki, ciddi ixtilaf var, gəlirlə söhbət edirlər. Biri bu söhbəti bir cür baş aparar ki, o haqq çıxır, bu nahaq çıxır. Bu nahaq olan gör ki, haqqına yetişmir. Nişanələr də görsədir. Haqq bundandır. İçərdən narahatçılığı var, amma sözün də deyənmir. Baxın, burada müzakirə aparmaq deyil. Burada o fərdi ki, o teknikdən ya məharətindən istifadə edir, psixoloqda buna deyir ki, bu fərd mərdumi qane salmaq yolun başarır. Yəni iqna eləmək, qane eləmək yolunu bilir.